O senin övladını doğurarken, senin övladını dünyaya getirerken ölümün ağrısını, acısını dadıp bu adam. Sen yatarken senin övladının altını temizleyip, sen xəstələnəndə başının üstünde durur. Sen bu qadını hansısa bir əxlaqsıza necə dəyişə bilərsən? Vallahi bəziləri öz həyat yoldaşına göstərmədiyi hörməti, simpatiyanı haranısa əxlaqsızlarına göstərir. Arvadına, üzünə təbəssüm eləməyi əsirgiyir, xoş söz deməyi əsirgiyir, sonra gedir fahişələrlə yumşaq-yumşaq danışır. Zövcəsinə aparıb haradasa istirahat elətdirmir, amma bir fahişə gedir kontur doldurur, ona yemək zakaz verir. Nə bilim, onun maşınına mindirir, harizə barır. Belə kişilər tabii ki evdə sözü keçə bilməz. Hər zaman qardaşlar unutmayın, əgər başarılı olmaq istəyirsinizsə, bilin sizin həyat yoldaşınızın sizə dəstəyi olmadıqca siz başarılı ola bilməyəcəksiniz. Ucalmaq istəyirsənsə, həyat yoldaşın Allahdan sonra sənin dəstəyi olmaz, sən ucala bilməyəcəksin. Həyatında bərəkət olmağını istəyirsənsə, mütləq həyat yoldaşının yanında tut ki, Allah sənin ömrünə bərəkət versin. Bəzi kişilər var, bir qadınla danışanda az qalır, gözü ilə bir qadının gözünü çıxartsın. Sənin gözün xarabdır deməkdir. Sənin gözün iyrənc gözdür deməkdir, çirkin gözdür, ilənmiş bir göz daşıyırsan deməkdir. O gözündə həya pərdəsi yoxdur.